Səfər 2-də 5-ci tapşırığa baxıram. Videoda yoxdur deyə təzədən göstərirəm sizə baxıram. AB düz xəttin göstərirəm. AB düz xəttin göstərirəm. AB çəkin. Onun xaricində N və N nöqtələrini qeyd edin. AB düz xəttinə paralel düz xətlər çəkin. Buradan M tutaq ki, burada olsun. Biri də fərqi yoxdur. N da burada olsun. Buradan deyir ki, M və N nöqtələrini qeyd edin. AB düz xətlə paralel düz xətlər çəkin. Baxın, həkişi gətirəm. Elə eləyək ki, AB düz xəttinə paralel olsun. Uşaqlar, gördünüz, paraleldir. Bu qədər.